İlham Əliyev Vladimir Putinlə nəyi anlaşıb? İyundan etibarən Azala məxsus təyyarə qəzasında yaralananlara və həlak olanların ailələrinə nəzərdə tutulan sığorta ödənişlərinə əlavə olaraq adam başına 50 min dollar kompensasiya ödənilir. OC Medianın araşdırmasına görə qurbanlara ödənişlər Azal vasitəsilə həyata keçirilir. Anonimlik şərti ilə danışan bir ailə başçısı deyib ki, hissə-hissə verilən ödənişlərin necə hesablandığı və vəsaitin mənbəyi ailəyə izah edilməyib. Lakin Azalın nümayəndələri ciddi şəkildə onlara edilən ödənişlərin məbləğini açıqlanmamağı tövsiyə ediblər. Hələ ötən ilin sentyabrında Rusiya Xarici İşlər Nazirliyi rəsmi açıqlama verərək bildirmişdi ki, Alfa Straxovaniya şirkəti təyyarəyə görə Azala 1 milyard rubl, yəni 13 milyon dollar, sərnişinlərə və onların qohumlarına isə 358,4 milyon rubl, yəni 4,7 milyon dollar pul ödəyib. Azərbaycanın Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə isə demişdi ki, Rusiya tərəfindən sığorta pulu ödənilib. Amma rəsmi Bakı Rusiya hökumətindən təzminat da tələb edirdi. Bu barədə Ayxan Hacızadə X hesabında belə deyir. Rusiya sığorta şirkəti tərəfindən Azala və sərnişinlərə edilən sığorta ödənişləri ilə təyyarənin vurulmasına görə ölkəmizin Rusiya hökumətindən kompensasiya tələb etməsi tamamilə fərqli məsələlərdir. Sığorta ödənişləri artıq son 6 ay ərzində həyata keçirilib. Bu ödənişlər yalnız Azalın sığorta müqaviləsi çərçivəsində aviaşirkətin təyyarə və sərnişinlər üçün sığorta müqaviləsi üzrə öhdəliklərinə uyğun olaraq həyata keçirilib. Beynəlxalq sığorta şirkətləri Rusiyada fəaliyyət göstərmədiyindən Azal təyyarəsi Rusiya şirkəti vasitəsilə sığortalanıb. Nazirliyin sözçüsü onu da əlavə etmişdi ki, sığorta ödənişlərini Azərbaycanın Rusiya hökumətindən tələb etdiyi kompensasiya eyniləşdirmək cəhdləri yersizdir. Əslində zərər çəkənlərin ailələrinə kompensasiya ödənişi ilə bağlı razılaşma 2026-cı ilin aprelində iki ölkənin Xarici İşlər Nazirlikləri tərəfindən bəyan edilmişdi. Bəyanatda razılaşmanın təfərrüatları açıqlanmasa da, qısaca olaraq kompensasiyanın ödənilməsi də daxil olmaqla nəticələrin müvafiq həlli barədə razılığa gəldikləri bildirilirdi. Razılaşmanın ötən ilin oktyabrında İlham Əliyevlə Vladimir Putin arasında düşənbə görüşündə əldə olunan anlaşmaya söykəndiyi bildirilirdi. Amma kompensasiyanın miqdarı, ödəniş mexanizmi və s. barədə nə o tərəfdən, nə bu tərəfdən açıqlama verildi. Yəni İlham Əliyev Putinlə necə anlaşdığını cəmiyyətə açıqlamadı. Hər zaman bir-birinə güvəndiyini deyən Əliyevlə Putinin centlmen sayağımı, yoxsa beynəlxalq konvensiyalara söykənərəkmi razılığa gəldikləri cəmiyyətə bildirilmədi. Dünyada təyyarə qəzası qurbanlarının ailələrinə ödənişlər 1999-cu ildə Monrealda imzalanmış beynəlxalq konvensiya ilə tənzimlənir. Konvensiyaya görə təyyarə qəzasının hər qurbanı üçün 135 min dollardan başlayaraq müxtəlif miqdarda kompensasiya ödənilməlidir. Aviasiya hüququ üzrə ekspert Roman Marchenko bildirir ki, beynəlxalq qaydalar ödənişlərin iki mərhələdə köçürülməsini nəzərdə tutur. Birincisi, təyyarəsi qəzaya uğrayan aviaşirkətin dərhal, adətən qəzadan sonraki 3 ay ərzində ödəməli olduğu 22 min dollardan ibarətdir. Aviaşirkətin özü və ya onun sığorta şirkəti hadisədən dərhal sonra qurbanların varislərini və onların hesablarını tapmalı və Monreal konvensiyasına uyğun olaraq hər bir qurban üçün təxminən 22 min dollar dərhal ödəniş etməlidir. 2024-cü ilin dekabrında təyyarə qəzaya uğradıqdan bir neçə gün sonra Azal açıqlama verərək zərər çəkənlərin ailələrinə 40 min manat, sağ qalanlara isə 20 min manat verəcəyini açıqlamışdı. Amma şəffaflıq olmadığından vəsaitin nə zaman verildiyi məlum deyil. Əgər mülki təyyarə hərbi münaqişə zamanı, yaxud hansısa dövlətin bu və ya digər hərbi müdaxiləsi nəticəsində vurulursa, o zaman mexanizmlər də kəskin şəkildə dəyişir. Beynəlxalq hüquq normalarına görə təyyarə qəzası üçün məsuliyyət daşıyan dövlət tam təzminat, reparasiya ödəməyə məcburdur. Belə vəziyyətlərdə ödənişlər ən çox dövlətlər arası məhkəmə iddiaları, hökumətlər arası müqavilələr vasitəsilə xüsusi kompensasiya fondlarının yaradılması və ya məhkəmə çəkişmələri ilə tələb olunur. Elə İlham Əliyev də bir il öncə Euronews kanalına müsahibəsində təyyarə qəzası ilə bağlı rəsmi Bakının mövqeyi barədə danışarkən demişdi ki, Azərbaycan həmin məsələ ilə əlaqədar beynəlxalq məhkəmə sisteminə müraciət etmək niyyətindədir. Rəsmi Bakı Rusiyadan həlak olanların ailələrinə və yaralananlara təzminat ödənilməsini tələb edir. İlham Əliyevin dilə gətirdiyi təzminat termini beynəlxalq hüquqda müharibə və ya digər beynəlxalq hüquq pozuntusu nəticəsində təcavüzkar dövlətin vurduğu maddi ziyanın tam və ya qismən ödənilməsi deməkdir. Azərbaycan prezidenti bundan əlavə Kremldən günahkarların cəzalandırılmasını tələb etmişdi. Lakin bugün Rusiyanın dövlət olaraq təzminat yoxsa kompensasiya ödədiyi aydın deyil. Digər sual isə təyyarənin qəzaya uğramasında məsuliyyət daşıyan şəxslərlə bağlı məsələnin açıq qalmasıdır. Onların cəzalandırıldığı da məlum deyil. İlham Əliyevin bu tələblərdən niyə geri çəkildiyi izah olunmur və düşənbədə iki avtoritar liderin nə barədə və necə razılaşdıqları məxfi olaraq qalır. Ekspertlər bildirirlər ki, Azal təyyarəsinin qəzaya uğramasına görə zərər çəkmişlər və həlak olmuş insanların ailələri həm Monreal konvensiyasına görə aviaşirkətin sığortaçılarından, həm də günahkar dövlət tərəfindən təzminat ala bilərlər.
Əslində təyyarə qəzasına görə əvvəlcə məsuliyyətdən yayınmaq istəyən Rusiya dövləti sonradan dolayı yolla qəzaya səbəb olan hərbi əməliyyatı Putinin dili ilə etiraf etdi. Amma təyyarə qurbanlarının ödənilən 50 min dolların beynəlxalq hüquqa görə bu cür hallarda təzminat ödəməli olan tərəf kimi Rusiyanın təzminatı olub-olmadığı açıqlanmır. Bəlkə də Rusiya günahı birbaşa boynuna almaqla və təzminat ödəməklə zəif görünmək istəmir. 2014-cü ildə Rusiyanın işğalı altında olan Donetsk ərazisində Malayziya hava yollarına aid sərnişin təyyarəsi Rusiyanın Zenit raket kompleksi tərəfindən vurulmuşdu və nəticədə 298 nəfər həlak olmuşdu. Ötən il Niderland məhkəməsi qəzada günahkar olan 3 nəfər barəsində ömürlük həbs qərarı verdi. Qurbanların ailələrinə isə 16 milyon avro ödənilməsi qərarı çıxardı. Lakin Moskva 10 ildən çoxdur ki, bu qəzanın məsuliyyətini üzərinə götürməkdən imtina edir.